وقل رب زدني علما. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يهدي الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Amma ba'd. Biz sizinlə usul iman dərslərinə davam edirik Allahın izni ilə. Və axırıncı dərs qalmışdıq. Əl-iman bir rusul. Rasullara iman. Yəni müsəlman rasullara necə iman etməlidir? Birincisi ar-rusulu cəm'u rasulin. Rasullar, yəni rusul sözü rasul sözünün cəmidir. Yəni rasullara iman, yəni nə mənadadır? Göndərilən deməkdir. Göndərilən elçi. Yəni hansı ki insanlara çatdırmaq üçün nə olub? Göndərilib. İnsanlara Allahın dinini çatdırmaq üçün göndərilib. Burada Şeyx bin Hüseymin deyir ki, əl-murad huna, yəni burada murad odur ki, mən uhiyə iləyhi minəl bəşəri bi şər'in və umira bi təbliğihi. Deyir ki, ona bəşərdən olan bir kəsə vəhy olunur və əmr olunur ki, təbliğ etsin. Bəşərdən olan bir kəsə vəhy olunur və əmr olunur ki, təbliğ etsin. Rasulların ən birincisi kimdir? Nuh aleyhissalam. Ən birinci rasul Nuh aleyhissalamdır. Və ən axırıncı rasul Muhammed sallallahu aleyhi və səlləmdir. Yəni buna dəlil də var sünnədən. İnsanlar qiyamət günü məhşər meydanında bütün insanlar deyəcəklər ki, gedək peyğəmbərlərin yanına ki, onlar şəfaatçilik eləsin. Gəlirlər birinci Adəm əleyhissalam yanına. Adəm əleyhissalam deyir ki, xeyr, nəfsim, gedin Nuhun yanına. Yəni mən deyir, lestu hunəlik. Yəni lestu ləhə deyir. Yəni mən şəfaatçilik üçün deyiləm. Və deyir ki, izhəbu ilə Nuhin fə innəhu avvalu rasulin bu isə fil ard. Deyir ki, gedin ən birinci rasul Nuhun yanına, o yer üzərində göndərilmiş ən birinci rasul. Ən birinci Adəm əleyhissalam ən birinci nəbidir. Nəbi, peyğəmbər. Amma Nuh əleyhissalam ən birinci rasul. Yaxşı, rasulla nəbinin fərqi nədir? Biri müxalif qövmə gəlir, biri müvafiq qövmə. Müxalif qövmə göndərilən rasuldur. Müvafiq qövmə göndərilən nəbidir. Yaxşı, sonra deyir ki, ən birinci rasul kimdir? Nuh peyğəmbər. Ən axırıncı rasul Muhammed peyğəmbər sallallahu aleyhi və səlləm. Bu rasullar hamısı müxtəlif yerlərə göndərilib. Və müəyyən qövmlər üçün göndərilib. Muhammed peyğəmbərdən başqa. Muhammed peyğəmbər sallallahu aleyhi və səlləm bütün bəşəriyyətə göndərilib. Və Allah təala buyurur ki, İnnə avhəynə iləykəl kitab. Biz sənə kitab vəhiy etmişik, ey Muhammed. Kəmə avhəynə ilə Nuhin və nəbiyyinə min bə'di. Necə ki, Nuha və ondan sonra gələn bütün peyğəmbərlərə vəhiy etdik. Və onların hətta adlarını da çəkir Allah təala. Deyir ki, İnnə avhəynə iləykəl kitab, kəmə avhəynə ilə Nuhin və nəbiyyinə min bə'di. أوحينا إلى إبراهيم وإسماعيل وإسحاق ويعقوب والأسباط وعيسى وأيوب ويونس وهارون وسليمان وآتينا داود زبورا. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba, Əsbata, onların nəslinə, sonra deyir ki, İsa, Əyyub, Yunus, Harun, Süleyman, bunlara vəhiy etdik. Və sonra deyir ki, Davuda da, aleykümselam və rəhmətullah, deyir ki, Davuda da Zaburu verdik. Davuda da Zaburu verdik. Və sonra deyir ki, və rusulən, qad qasasnahum aleyk min qabl. Deyir, elə rasullar var ki, ey Muhammed, sənə bunlar haqqında danışdıq bundan qabaq. Və rusulən ləm naqsusum aleyk. Ey Muhammed, elə rasullar var idi ki, onlar haqqında sənə xəbər də vermədik. Yəni, heç bir xəbər yoxdur o haqda. Və kəlləməllah Musa təklimə. Allah Musaya da vəhiy edib, yəni o ilə danışıb. Və həmçinin Buxaridə gələn hədisdə Ənəs ibn Məlikdən, radiyallahu anhudan, şəfaət hədisində Peyğəmbər sallallahu aleyhi ve sellem deyib buyurur ki, zəkərə ənnən nəsə yətuna ilə Ədəm. Deyir ki, insanlar Adəmin yanına gələcəklər, liyəşfə'ləhum və yətezirə. Deyir ki, onun deyəcəklər ki, ona bizim üçün şəfaatçilik elə, o da yəni üzrxahlıq edəcək və deyəcək ki,
yəni bu şəfaatçilik mənlik deyil. Və deyəcək ki, və yəqul i'tu Nuhan avvəl rasulun bu'isallahu ba'asahullahu. Deyir ki, gedin Nuhun yanına, ən birinci Rasul odur ki, Allah onu göndərib. Və zəkərə təməmən hədis və sonra uzun bir hədisdir. Yəni bu hədisi Peyğəmbər sallallahu əleyhi və səlləm zikr edir. Və həmçinin Allah Teala buyurur ki, Muhammed sallallahu əleyhi və səlləm haqqında: "Mə kana Muhammedun əbə əhədin min ricalukum." Deyir, Muhammed sizin içinizdə olan kişilərdən heç kimin atası deyil. Yəni Muhammed sallallahu əleyhi və səlləmin oğlu həyatda sağ qalmayıb. Olub, vəfat edib. Öyle mi? Onun oğullarından İbrahim, Qasım oğulları olub, yəni vəfat ediblər ikisi də. Və hətta İbrahim vəfat edəndə günəş tutulmuşdu. Günəş tutulmuşdu və insanlar dedilər ki, yəqin ki, günəş İbrahim vəfat etdiyi üçün tutulub. Və Peyğəmbər sallallahu əleyhi və səlləm insanların qarşısına çıxır və deyir ki, İnnəş-şəmsə vəl-qamara əyətun min əyətilləh. Bir rivayət gəlib, əyətəni min əyətilləh. Yəni, günəş və ay Allahın ayətlərindən iki ayətdir. Lə yənkəsifəni. Başqa ayədə deyir ki, lə yəxsifəni. Limouti əhədin minən-nəsi əv həyatihi. Deyir ki, heç bir insanlardan kiminsə ölümü və ya həyatı üçün tutulmur. Fəizə rəaytumuhu. Əgər görsəz ki, günəş ay tutulub, bir rivayətdə gəlib ki, fəsallu, namaz qılın. Bir rivayətdə gəlib ki, fəd'ullaha, Allaha dua edin. Bir rivayətdə gəlib fəzkurullaha. Bir rivayətdə gəlib ki, fəsallu vəd'u. Ki, namaz qılın və dua edin. Namaz qılın və dua edin. Deməli, və Peyğəmbər sallallahu əleyhi və səlləm qövmünə namaz qıldırır. Yəni, bilirsiniz, bir rükətdə 2 dəfə ruku edirdi. Yəni, 4 səcdə ilə 4 ruku ilə namaz qıldır. 4 qiyamla. 4 səcdə, 4 ruku, 4 qiyam. Aydındır? 4 qiyam, 4 ruku, 4 səcdə. 2 rükətdə. Aydındır? Yəni, bir dəfə rukuya gedirdi, sonra qalxır, təzən qiyam edirdi. Sonra təzən yenə rukuya gedirdi, sonra Səmiyallahu limen həmd deyib səcdəyə gedirdi. Bu bir rükət idi. Və hər dəfədə çox uzun oxuyur. Yəni, günəş xusuf edəndən və ya ay kusuf edəndən ta çəkilənə qədər namaz qılırdı. Yəni, ona görə, yəni, o deyir, yəni, ki, həmin vaxt Allah qorusun, bəla vaxtı ola bilər. Ona görə həmin vaxtı dua, namaz, zikirlə keçirmək lazım. Və sonra mövzu o deyil, deyir ki, burada, deyir ki, mə kənə Muhammedun əbə əhədin min ricalikum. Deyir ki, Muhammed sizin içinizdən heç kimin atası deyil. Və lakin Rasuləllahi. Lakin o Allahın Rəsuludur və xatəmən nəbiyyin. Və lakin Rasulullahi və xatəmən nəbiyyin. Deyir ki, Allahın Rəsuludur və Peyğəmbərlərin sonuncusudur. Deyir ki, elə bir ümmət olmayıb ki, Allah onlara Rasul göndərməsin. Yəni, Allah Azə və Cəllə deyir ki, və immin ümmətin illə xalə fiyhə nəzir. Deyir ki, elə bir ümmət yoxdur ki, Allah onlara xəbərdar edən göndərməsin. Və yaxud da yəni, Peyğəmbər göndərib, Nəbi göndərib, şəriəti ilə onlara vəhiy edib Allah Teala, hansı ki o nəbilər ondan özündən qabaq ki, yəni Rasulların şəriətini təbliğ edirdilər. Və Allah Teala buyurur ki, baxda, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Bütün bu peyğəmbərlər nəyə çağırıb insanları? Yalnız təvhidə dəvət edib, tağutlardan çəkindirmək, yəni Allahdan qeyri ibadət olunan şeylərdən çəkindirmək. Tağutlar nə idi? Ən birinci tağut şeytan. Sonra nə idi? Sonra aleykum salam. Özünə ibadətə çağıran. İbadətdən razıdırsa. Əgər özü ibadətdən razıdırsa. Sonra qeyb elmini iddia edən. Əgər bir kəs qeyb elmini iddia edirsə, bu. Və sonra Allahın hökmünə qeyri hökm verən, yəni. Və bunlar, yəni, tağutlar idi. Və həmçinin bunların, yəni, ən birincisi nədir? Ən birincisi şeytan. Yəni, Allahdan qeyri ibadət olan hər şey Quran-ı Kərimə tağut gəlir. Gəlin, əyləşin, qardaş, gəlin, oturun. Qalə Teala və Allah Teala buyurur: "Və in min ummətin illə xalə fihə nəzir." Elə bir ümmət yoxdur ki, Allah onlara peyğəmbər göndərməsin. Yəni bütün ümmətlərə Allah Teala peyğəmbər göndərib.
Qalə Teala, Allah Teala buyurur: "İnna enzelnət-Tevrate fiha hudan və nur." Deyir, biz Tevratı nazil etdik, orada hidayət və nur var. Bu Quran-Kərimin ayələridir. Yahkumu bihan-nabiyyunəllezine əslamu lillezine hadu. Deyir, o Tevratla, yəni başqa peyğəmbərlər gəlib Musa peyğəmbərə nazil olan Tevratı insanlara nə edirdi? Oxuyurdu. Yəni burada nəyə görə gətirir bu ayəni? Ki, yəni peyğəmbərlə Rasulun fərqi nədir? O mənadır. Rasul müxalif qövmə göndərilir. Amma nəbilər müvafiq qövmə göndərilir. Və həmçinin Allah Teala buyurur: "İnna enzel" bunu oxuduq bu ayəni. Deyir ki, Rusul, rasullar kimlərdir? Elçilər. Bəşərun məxluqun. Deyir ki, onlar yaranmış bir bəşərdir, yəni insanlardır. Leysə ləhum min xasais-i rububiyyət və uluhiyyət şey. Deyir, onların o rububiyyət və uluhiyyət yəni nələri, xislətləri yoxdur. Yəni rasullar, yəni belə deyək də, Rəbb olmayıb ki, sən onlara ibadət edəsən. Rəbb olmayıb, sən onlara dua edəsən. O da insan olub. Nə qədər Allah Teala Quran-Kərim ayətləri var ki, "Qul innəmə ənə bəşərun mislukum yuha ileyyə." De ki, mən də sizin kimi bir bəşərəm, mənə vəhy olunur. Ennəmə ilahukum ilahun vahid. Ki, sizin ilahınız bir olan, tək olan ilahdır. Deməli, peyğəmbər də bir insan olub. Sadəcə ona vəhy olunub ki, o çatdırsın insanlara, Allahın kitabını öyrətsin insanlara. Yəni o bəzi insanlar nəyə görə bu, yəni faydanı deyir alim? Ona görə ki, bəzi insanlar gedib qəbirdən deyir ki, o peyğəmbərin qəbridir, mən ondan nəsə istəyirəm. O peyğəmbər bəşər idi. Həyatını yaşadı, insanlara öyrətdi və sonra getdi. Yəni o öz vəzifəsini yerinə yetirib. Vəssalam. Ona görə Allah Teala onun haqqında deyir ki, o da sizin kimi bəşərdir. Nə edirdi? Yiyirdi, içirdi, evlənirdi, bazarları gəzirdi, ticarət edirdi. Belə. Qalallahu Teala an nabiyyi Muhammedin. Və Allah Teala Muhammed peyğəmbər haqqında buyurur. Deyir ki, "Və huve seyyidur rusul." O deyir, rasulların seyyididir. Və azamuhum cahan indallah. Və onların Allah qatında ən hörmətli. Deyir ki, "Qul la amliku li nafsi naf'an və la darran illa ma şa'a Allah." Deyir ki, de ey Muhammed, insanlara de ki, yəni bu, bax Muhammed peyğəmbər deyir. Aleyküm selam rəhmətullah. Deyir ki, ey Muhammed, insanlara de ki, deyir, mən nə zərər verməyə, nə də fayda verməyə qadir deyiləm. Deyir ki, ancaq Allah istəyəndən başqa. Deyir ki, "Vələv kuntu a'lamul ghaybə ləstəksərtu minəl xeyr." Deyir, əgər mən qeybi bilsəydim, öz xeyirlərimi artırardım. Və mən məsələn su. Deyir, heç mənə zərər də toxunmazdı. Diqqət et. Deyir, Muhammed peyğəmbər haqqında deyir ki, əgər o qeybi bilsəydi, deyir, o öz xeyrini artırar və ona zərər toxunmazdı. Halbuki biz bilirik ki, Uhud döyüşündə peyğəmbəri yaralayırlar. Düzdürmü? Deməli, peyğəmbəri yaralamamışdan qabaq, qeybi bilsəydi əgər, o yəni udar gələn yerdən qırağa çəkilərdi. Yəni, aydınmı? Özünə zərər gələn yerdən. Deməli, qeybi bilməyib Allah Rasulü sallallahu aleyhi və səlləm. Yalnız Allahın ona öyrətdiyi qeybi bilirdi nəsə. Və həmçinin buyurur ki, "Qul inni la amliku lakum darran və la raşədə." Deyir ki, ey Muhammed, mən sizə nə zərər vura bilmərəm, nə də sizi doğru yola yönəldə bilmərəm. Yoxsa demək, peyğəmbər insanları hətta doğru yola yönəldə belə bilməzdi. Doğru yola yönəltmək kimin əlində idi? Allahın əlində idi. "Qul inni lan yujirani minallahi ahadun." De ki, məni Allahdan heç kim qoruya bilməz. Yəni əgər Allah mənə zərər yetirmək istəsə, deyən onlara ki, Allahdan mənə heç kim müdafiə edə bilməz. "Və lan əcdə min dunihi multahada." Deyir, mən ondan başqa sığınacaq da tanımıram. Yəni Allahdan başqa. Və peyğəmbərlər deyir, bəşərlər necə olubsa insanlar, onlara da elə xüsusiyyətlər olub. Yəni xəstəlik gəlib onlara, ölüm gəlib peyğəmbərlərə və onların ehtiyacları olub yeməyə, içməyə və başqa şeylərə. Allah Teala İbrahim əleyhissalam haqqında buyurur ki, "Vəllazi huve yut'imuni və yusqin." Deyir ki, məni yedizdirən də, içizdirən də Allahdır. "Və izə məridtu fehuve yəşfin." Deyir ki, mən xəstələnəndə mənə şəfa verən də Allahdır. "Vəllazi yumituni thumma yuhyin." Deyir ki, məni öldürən və sonra dirildən də Allahdır. Deməli, peyğəmbər yeyir, içir, xəstələnir və həmçinin ölür. Yəni deməli, bunların hamısını ona eləyən kimdir? Allahdır. Deməli, onların bu xüsusiyyətləri yoxdur yəni. Qalə Nəbi sallallahu əleyhi və səlləm, peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "İnnəmə ənə bəşərun mislukum, ənsə kəmə tənsəvnə fə izə nəsitu fəzəkkiruni." Deyir ki, mən də sizin kimi bir insanam. Deyir, unuturam, siz unudan kimi. Deyir, əgər unutsam mənə xatırladın. Deməli, peyğəmbər sallallahu əleyhi və səlləm hətta bəzən də unudurdu. Yəni təbii ki, Allahın vəhy etdiyi şeyi heç vaxt unutmuyub.
Yəni dünyavi şeyləri unudurdu və bəzən nəyi unudub? Yəni Quran oxuyanda Quran ayəsini səhv deyib və deyib ki, mən də sizin kimi bir insanam, birdən unutsam mənə xatırladım. Deyir, Allah onları ubudiyyətlə, Allah Teala onları ubudiyyətlə nə edib? Yəni vəsfləndirib. Yəni onlar ən gözəl Allaha ibadət edən insanlar olub. Və bu onların Allaha qulluq etməsi onları ucaldı. Bax, Muhammed Peyğəmbər haqqında Allah Teala bir ayə nazil edib Quranda və bu ayə, yəni bu dəqiqə Allah Teala o ayə elə bir ki, sanki bu dəqiqə biz onu görürük. 1400 il qabaq nazil olub. Allah Teala nə deyir? وَرَفَعْنَا لَكَ ذِكْرَكَ Biz sənin zikrini ucaldacağıq, yəni səni xatırlamağa ucaldacağıq. Bax, bu dəqiqə dünyada elə bir saniyə yoxdur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem adı çəkilməsin. Azanda, yer kürə formasındadır da, azanda hər saniyədə bir yerdə azan vaxtı olur. Və hər azanda da əşhədü ennə Muhammedən Rasulullah kəlməsi keçir. Deməli, bu kəlmə dünya, yəni günəş fırlandıqca hər yerdə bu kəlmə var, hər yerdə müsəlmanlar var, hər yerdə azan gedir. Görə Allah Teala onun adını ucaldıb, subhanallah. Və bu da deyir, yəni nəyə görə? Allah Teala ona qul deyib. Yəni o mənim şərəfli qulum olub. Yəni Allaha qulluq insanı ucaldır. Yəni buna görə gətirib alim bunu. Deyir ki, Allah Teala Nuh Peyğəmbər haqqında buyurur ki, İnnehu kən abdən şəkura. Deyir, o bizə şükür edən qul idi. Və həmçin Muhammed Peyğəmbər haqqında buyurur ki, Təbarəkəlləzi nəzzələl furqan alə abdihi liyəkunəl aləminə nəzira. Deyir, öz quluna Furqanı, yəni Qur'an-ı Kərimin adlarından biri də Furqandır. Furqan nə mənadadır? Haqqı batildən ayırt edən. Yəni Qur'an-ı Kərim haqqı batildən ayırt edən kitab olduğu üçün Allah Furqan deyib. Deyir ki, o öz quluna Furqanı nazil etdi, öz quluna deyir. Yəni Allah Teala Muhammed Peyğəmbərə öz qulum deyir. Nə üçün? Liyakunə lil aləminə nəzira. Deyir, aləmlər üçün xəbərdarlıq etmək üçün. Yəni həqiqətən Qur'an-ı Kərim aləmlərə xəbərdarlıq edən bir kitabdır. Hansı ki, hər bir müsəlman onu oxumalıdır, öyrənməlidir, həyatına tətbiq etməlidir. Yəni bu kitab yəni həyat kitabıdır, həqiqətən. Yəni nə qədər insanlar var bu kitabla xoşbəxt olublar. Yəni problemlərdən qurtarıb. Ona görə insan gərək hər bir müsəlman yəni Qur'an-ı Kərimə sarılsın, onunla olan ibrətlərdən ibrət çıxarsın. Və həmçinin Allah Teala buyurur ki, İbrahim, İshaq, Yaqub peyğəmbərlər haqqında deyir ki, vazkur İbadənə İbrahimə və İshaq və Yaqub. Deyir, qullarımız İbrahim, İshaq və Yaqubu da yəni xatırla. O ulil əydi, onlar güc sahibləri idilər. Deyir ki, vəl əbsar və həmçin bəsirət sahibləri idilər. Deyir ki, innə əxləsnəhum bi xalisəti zikriddar. Deyir, biz onlara özlərindən sonra gözəl adlar qoyduq. Yəni, fikir etsən, insanlar hələ də Yaqub, İbrahim, İshaq, Yaqub əleyhissalamın adını çəkirlər. Bu adı onlara kimdir qoyan? Yəni, sən elə bilsən, ancaq müsəlmanlardan mı? Geç, misal üçün, xristiyanlar yaşayan yerə, onlar İbrahim, İshaq, Yaqub əleyhissalamın adlarını bilirlər. Və onlar görürsən, Allah Teala bütün dünyada onların adlarını yaşadır. Bu da Allahın gücü, qüdrətidir ki, öz peyğəmbərlərin adını yəni xatırladır insanlara. Və sonra nə deyir? Deyir, İnnə əxləsnəhum bi xalisəti zikriddar. Onlara gözəl adlar qoyduq, yəni yer üzərində. Yəni insanlar onları gözəl adlarla xatırlayırlar. Və innəhum indənə ləminəl mustafinəl əxyar. Onlar bizim qatımızda seçilmiş, Allahın seçilmiş qulları idi. Həmçinin Məryəm oğlu İsa haqqında da Allah Teala buyurur ki, aleyhissalatu vesselam, in huwa illa abdun en'amna aleyhi. Deyir, o bizim elə bir qulumuz idi ki, biz ona nemət vermişdik. Və cəalnahu məsələn li bəni İsrail. Və biz onu bəni İsrail üçün nümunəvi bir kəs etmişdik. Yəni, onu nümunəvi bir kəs etmişdik. Yəni, ona görə bütün peyğəmbərlər əslində qövmləri üçün nümunəvi kəslərdir. Hansı ki, aleykum salam, yəni insanlar onlardan nümunə götürməlidir əslində. Bax, necə ki, Allah Teala nə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem haqqında, Muhammed Peyğəmbər haqqında? Deyir ki, sizin üçün Muhammed Peyğəmbərdə gözəl nümunələr var. Və Allaha və axirət gününə iman edən kəslər üçün xüsusən. Və Allah Teala'dan diləyirəm ki, bizim imanımızı sabit etsin, iman gətirəndən sonra azmaqdan qorusun, Allah Teala bizim günahlarımızı bağışlasın. Və Allah bir daha doğrusu, Subhanəkəllahum hamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbu ileyk.